Salam əziz uşaqlar. Bugün sizə 9-cu sinif dilin testlərinin pronoun mövzusunu izah edəcəm. Birinci suala baxaq. The company exploit the land for minerals. Burada baxırıq birinci sözümüz company, şirkət sözü təkdədir. Burada cəmdə olan isim yoxdur. Ona görə də A və D variantlarını çıxırıq. Çünki they are və theirs seçə bilmərik. Onların və yaxud da yəni asılı həm də müstəqil yelki əvəzliklərini seçə bilmərik. Y, B, C variantları arasında qalırıq. Hers deyə bilmərik, çünki qadın adı yoxdur. Hers. Her qadına aiddir. Çıxdıq. It's və yaxud da apostrofis. C variantında apostrofis cümlənin ortasında istifadə oluna bilməz. Ona görə də B variantı düzdür. It's minerals. Onun mineralları. İkinci suala baxırıq. The dog heard lake while jumping. Deməli, yenə birinci sözümüzdə it cansız, ingilislər yəni cansız hesab edir və təbii ki, təkdə olan isimdir. Ona görə də hers getdi, qızlara aiddir. Him ola bilməz, çünki oğlan adı yoxdur. Və it, its, bir də apostrofis. Və cümlənin ortasında dedik ki, apostrofis işlənə bilməz. E variantı çıxdıq. B və C variantlar arasında qalırıq. Özündən sonra isim tələb edən its, biçirik yazılan onun deməkdir. Amma it özündən sonra isim tələb etmir. Ona görə də cavab 2-də C. Üçüncü sualımıza baxaq. Westminster Abbey is famous for architecture. Deməli, yenə baxırıq təkdə olan isimdir. Westminster Abbey. Və burada theirs çıxdı, C və D variantlarını çıxırıq. Cəmdə olan əvəzlik bizə lazım deyil. Çünki yəni cümlədə cəm isimimiz yoxdur. It's yenə də dedik ki, cümlənin ortasında cümlə əgər davam edirsə, bitişik olan it's lazımdır bizə. Apostrofis yox. B variantı çıxdı. Və burada isim gəlibdir, architecture. Onda artıq bitişik olan S-i seçməliyik. 3-də A variantı. Və dördüncü sualımızda her son's marks are usually good. Her son's marks, yəni onun oğlunun qiymətləri. Burada baxırıq, marks qiymətlər cəmdədir, amma ondan əvvəlkində onun oğlunun, oğlan aid olan deməli əvəzlik seçməli. They ola bilməz, hers ola bilməz, hers qızlara aiddir. They onların cəmdədir. Theirs, yəni o da cəmdədir. C və D variantlarını çıxırıq. B də her qıza aiddir və his olacaq, çünki son oğul övladı his. Y variantı düzgün cavabdır. Beşinci suala baxaq. Suggestion was better than. Deməli, birinci tərəfdə suggestion sözü təkdədir, yəni təklif deməkdir. Baxırıq, bizə müstəqil yerik əvəzlikləri yox, asılı yerik əvəzlik lazımdır. Çünki isimdən əvvəl istifadə olunan mine, yours, B və D variantları çıxdıq. Çünki axırında S olan əvəzliklər yours və mine olanlar, onlar müstəqil yerik əvəzliklərdir. A, B, D variantlarını çıxırıq. C və Y variantı arasında qalırıq. My suggestion was better than your. Amma C variantında ikinci əvəzliyimiz səhvdir, çünki yours olmalıydı. Cümlənin sonunda və özündən sonra isim tələb eləməyən, yəni bu isim tələb eləyən asılı yerik əvəzliyidir, your. Amma yours olmalıydı, çünki özündən sonra cümlənin sonunda isim yoxdur. Yəni əvəzlikdir təkcə, ona görə Y variantı doğru cavabdır. Your suggestion was better than mine. Mine mənimki, your sənin. Sənin təklifin mənimkindən daha yaxşı idi. Müqayisə dərəcəsi 5-ə Y. 6-cı suala baxırıq. This region is famous for beautiful lakes. Deməli, burada region yenə region təkdədir və burada əvvəlkinə baxırıq. Çünki beautiful lakes sözündə bəzən uşaqlar çaşır, yəni lakes, göllər sözünü görür. Yəni cümlənin sonunda olan ismə diqqət yetirir ki, orada isim cəmdədir. Onda biz they seçə bilərik, amma ola bilməz, çünki lakes sözünə baxmırıq. Biz əvvəlki ismə baxırıq ki, region sözü təkdədir. Ona görə də it's olmalıdır. It's beautiful lakes. Yəni dedik ki, A və C variantlar arasında qalanda cümlənin ortasında cümlə davam edirsə, apostrof olan it's yox, bitişik yazılan it's seçməliyik. Hers ola bilməz, qadın adı yoxdur. Theirs ola bilməz, çünki cəmdə olan isim əvvəldə, cümlə başında cəmdə olan isim yoxdur. Ours bizimki yoxdur, çünki bizə aid we sözü istifadə olunmayıb ki, we əvəzliyi yoxdur ki, ours seçə bilmərik orada.
Buna görə də it's bitişik olan olmalıdır. 6 da C variantı doğrudur. 7-ci suala baxaq. The police have found the thief. Deməli, burada polislər, ümumiyyətlə polis bilir ki, cəm isimdir. O zaman he çıxdı, çünki A və Y variantlarını seçə bilmərik. They deyə bilərik. C, B, D variantları arasında qalırıq. The thief, oğrunu deyirikdə, deməli, təkdədir, o da them ola bilməz. B variantı səhvdir. Oğrunu dedikdə obyekt halda olan, yəni əvəzlik seçməliyik və his ya da him. His onun deməkdir. C variantı çıxdı, çünki hisdən sonra isim gəlməlidir. Yəni, bu asılı olan yelik əvəzliyidir, amma him onu, yəni obyekt əvəzliyi olduğuna görə 7-də D variantı doğrudur. 8-ci sualda both Helen and Susan are going to Julia's birthday party. Yəni, Helen və Susanın hər ikisi, yəni hər ikisi deyikdə deməli onlar olacaq. Çünki cəmdədir. Burada 2 nəfər var. They olmalıdır. Onların deyə bilmərik. A variantında they are, onların, yəni asılı yelik əvəzliyidir. Yəni asılı yelik əvəzliyindən sonra bilirik ki, isim gəlir, amma burada isim gəlməyib. Yəni A variantını çıxdıq, D-ni çıxdıq və B, Y variantı arasında qalırıq. Çünki she ola bilməz, tək qızdan söhbət getmir. C variantını çıxırıq. B və Y variantları arasında qalırıq. Julia's birthday party, Julia'nın doğum günü partisi və burada deməli Julia deyəndə her ya da hers, amma onun deyə deməliyik. Çünki qıza aid hers deməli asılı yelik əvəzliyi her, amma hers isə müstəqil yelik əvəzliyidir. Amma yəni onun, Julia'nın, her B variantı doğrudur. Hers birthday party deyə bilmərik, çünki hers cümlənin sonunda əsasən istifadə oluna bilər ya da başlığında, amma özündən sonra isim, hersdən sonra isim gəlməməlidir. Her olmalıdır. 8-də B variantı doğrudur. 9-cu sualda both Jean and Sue were invited to Carol's place. Deməli, both Jean and Sue, burada yenə 2 nəfərdən söhbət gedir. A variantı çıxdı, çünki burada she tək bir qadından söhbət getmir. They olmalıdır. Onlar B və C variantları arasında qalır. Daha doğrusu onlar 2 variant düzgün variant ola bilər və D və Y variantlarında they are onların deməkdir. Onların deyəndə, yəni asılı yelik əvəzliyini seçə bilmərik burada. D və Y variantlarını çıxırıq. Ya B ya da C variantıdır. To Carol's place. Carol'un dediyinə görə place sözü isimdir. Özündən sonra isim gələn asılı yelik əvəzliyimiz də her. Amma hers ola bilməz, çünki hersdən sonra isim gəlmir. Tək istifadə oluna bilərdi. Ona görə B variantı doğru cavabdır. 10-cu sualda isə don't forget to wash the dishes before going to bed. Burada baxırıq the dishes, yəni qab-qacaqları yumağı unutma. Dishes cəmdədir. Onları deyəcəyik. Obyekt halda olan əvəzlik seçməliyik. Biz bilirik ki, məsələn, B variantını çıxırıq, çünki it və its təkdə olan ism əvəz edir. O zaman B və C variantlarını çıxdıq. D şəxs əvəzliyi D variantında cümlənin ortasında istifadə oluna bilməz. Davam edərək, yəni ya başda olmalıdır. Amma Y variantında they are onların deməkdir. Özündən sonra mütləq isim olmalıydı. Və altına xətt çəkilən, yəni qab-qacaqları obyekt halda əvəzliyimiz them, onları deməkdir. Ona A variantı doğrudur.